Hər kəsə salam dəyərli izləyicilər, necəsiz? Deməli dostlar, gedirik yenə də həmişə olduğu kimi məclisə, ad günün məclisinə gedirik. Bugün sadə geyinmişəm, ağ köynək, qarada klasik şalvar, tacir də həmçinin. Salam dostlar, necəsiz, nə var, nə? Yaxşıdır. Mənim əlimə nə oldu tacir? Əlim inansız indi fərq elədi. Nə oldu tacir? Sızmısan da. Bu boyda sızmışam, elimə baxın. İndi görürəm, indi fərqindəyim. Ağrısı indi başlayıb. Necədir dırnaqlarım bu arada arkadaşlar. Makyaj, saç, bijuteriya hər biri özümə aiddir. Hər biri öz qardırobumundandır arkadaşlar. Neyse, gedək görək dostlar. Bacımız çox narahatdır. Melis də biraz narahatdır. Bilirsiniz, dünəndən qızdırması 4 gündür qızdırma düşmürdü. Bu virüs necə bir şeydirsə, həqiqətən uşaqlara çox pis təsir edir. Gedək görək, neyinirik. Gelsen hoşladım çiçekleri, gülleri yolu gel. Benden omurlayı kopar yıldızın yemleri yolu gel. Canım yandım elim yerde kalan külleri yolu gel. Gəldik, çatdıq restorana. Görək. Nilay Hanımımızın ad günü mübarek olsun. Bir yaşım mübarek. Temel dostlar. Biraz resimizden, ada birazdan. Yemeğim de budur. O taraftan da sofralar, bilmem ne kadar seçim. Tadirin daha hiç iştahı yoktu, he Tadir? Tadir'den hiç iştahı yoktu yani, bir atar. Hep yemekleri. Nasıl da yani, biz evde Tadir'in elinden hiçbir şey tamadığımız dostlar. Ona göre ben de meclisine giyerim. Məclisimizin sahibi, necəsiz xanım? Nə gözəl olmuşsunuz. Çox sağ ol həyatım. Çox qəşəng görsənirsən həqiqətən də. Dostlar, mən həmişə deyirsinizlər, yəni eyni insanıq da, yəni uşağa baxmaqda eyni insanıq. İnansız bayaqdan ürəyim partlayır Melis üçün. O da mənim kimi də uşağı da qoymuruq. Deyirəm uşağı qoyma, virüs gəzir. Yəni çox pisdir də, yəni virüs həqiqətən çox pisdir. Aşkım, təbrik edirəm. İnşallah böyük toyuna gələk Allahın izni ilə. Temel dostlar, görün kimi takmışam. Tarihi.
Mən yanımda dur, mən yanımda. Vay bu gülür, gülməksin bu. Öyle bak. Tatiline bak, sen beni. Necə ki biz varıq milay biləcəksən. Varımızdır nətimiz, hər şeyimiz. Sağ ol, İnşallah böyük toyuna gəlir. İnşallah, inşallah. Allah sizə kafa versin, xoş günlərin verəsiniz. İnşallah 18'i orada olur, inşallah. Dostlar, məclisdən çıxdıq, gedirik evə. İnanırsınız, başım necə ağrıyır, Melis də narahatdır. Baldızım bayaqdan dayanmadan yazır ki, gəl. Melisin qızdırması var, tacir düşüb mağazaya gəlsin, gedək görün necə. Bir də bu uşaq qızdırmanı keçir, atlatsaydı, belə deyim də. Həm dişi bir yandan ağrıyır, qızdırması bir yandan. Yəni, ailəm deyib də danışa bilmirəm. Deməli qızlar, bir dənə qəşəng köynə sifariş eləmişəm. Baxın, çox qəşəngdir, taytla falan geyinməyə boş dözdə. Çox sifarişlərim var. Melis də dayanmır, yəni. Bir dənə də qızlar, belə bir şey sifariş eləmişəm. Budon kimi yadımdadır. Həmişə mamın əynində görürdüm belə bir şey. Amma böyüyəndən sonra özümdə bir rahatlıq istəyirəm. Və badişkolar, daha sonra belə bir şey sifariş etmişəm. Şortikli, çok qəşəngdir. Bunda material çok qəşəngdir, sərindir. Və arkadaşlar, növbəti sifarişim belə maykalı şortik. Çok qəşəngdir ama. Daha sonra... Hoş gəlmişsiniz Məryəm xanım. Həmişə siz gələsiniz. Dostlar, nə olur qurbanım, hamınız yazın arıqlamısınız. Biraz... Boşanmamışam. Bütün qara YouTube-unu yazır. Leyloşum, xoş gəlmişsən həyatım cücəyim. Sərvişim, xoş gəlmişsən həyatım. İzləyicilər deyirlər, ortada yoxdur, boşanmışam. Mənim günümdədir, mən necə deyirlər. Ortada deyil də bacı. Hamı nədir? İşdədir də, işdə gücdədir. İşdə gücdədir. Yazıq Pərvin, evdə uşaqlara bax, çöldə bax, burada bax. Mənim kariyem aynı. Pərvin axırda istifa verəcək. Bura eşsən, hər yerdə bunlar uşağa baxır da. Deməli, gecə vaxtı çıxmışıq yürüyüşə, arıqlamaq. Arıqlamaq lazımdır. Buyurun, gəlin qızlar. Leylam mənim, hamımız arıqlamışıq. Diyetdəyik. Hə, gedir, məni sür. Niyə ağlayırsan? Deyir, dayanma, get. Məryəm, gəl. Hə, deyir, hə. Hamımız Kalyaska ilə deyir, gedək. Kimə? Sen kimsən? Deyəcəm, gəzmişik, sən gəzdin. Bilirəm. Sədar, bizim qızı deyəm. Saçın çox gözəl. Həqiqi. Bacın qəşəng qucaqlayır. Tamam, mən də təmas sevmirəm. Hə, bu da Nə sən kimi. mənada? Xərçək. Haycan. Haycan. Bacaqladı. Mənə qışqırırsan həyatım. Adam anasına qışqırır. Görəndə bu coşur. Hə, Allah haqqı. Qarı belədir. Əzqə də çox istəyir də səni. Qoy atası geçsin, sonra qoysan. Oy. Onu çox istəyir, demədi. Təmas sevmir. Gəl. Yox, Bunun çox başını istəyir. alın. Kulağını dövmüşsünüz. Bunun başını kim qopardı kızım? Dövmüşsünüz kulağını. Kula yazıq, doğulduğuna peşin oldu. Bak bu da təzə doğul. İnge. Ne yaşasmış kadın oynadım. Şeyi getirdim ya bunları. Görsən? Vay bu da şeydir. Bak. Bu balacaqdan ən xoşladı kukladır. Bak. Asya bir dəfə kim İndi idi bu? sevmir. Miran Kalestasına qalmışdı. Hansı məclisdə gəlib götürmüşdü. Bu yadıma Bax, gəldi. o kuklanı Bak. sevir. Bak gözlüyün. Onu oynatdı. Tüm kuklanda lütlüyüzlər. Melis bak. Hala bunu da götür.
Hadi hadi. Orduz. Değil mi? Ufak keçdi bu oldu. Aşağıda evet bunlar evdeydi çıxardırdılar. Barbuklar. Barbuklar. Dostlar bir dənə yazın siz asırdıq göydən Quran haqqı. Asırdı. Rayonda görmüşəm, mən ondan bilirəm. Mən də asırdım. Mən də səni. Aynen. Sonra nəsə güllər zatlar asırdılar böylələrində. Keçmişin güllərini zatlar. Balaca vaxt o qədər ağlayırdım ki, kukula. Hə, onu da heç vaxt açıb vermir. Bir də adam fikir vermərəm. Özü elə yaşayamadığını istəyir ki, şu an nasıl yıxsın. Oyuncaqlar falan asmısınız? Mən asırdım. Uşaqlar da istəyəndə vermiyorlar. Palaz olmuyor evin ortasında. Palaz. Palaz Düz yox. dolu. Cəbədə, xalçalı cəbədə. Döşəklərin üstündə həmişə kulalar olurdu. Hə, o sözsüz. Deyə belə şkafın üstə vururdular. Mən də o adət qalıb. Onu düz dedim. Onu düz dedim. Bizdə yük. Hə, yükün üstünə yığırdıq, bilirəm. Yüküm şikalar qoyun. Qaradaşım burada. Özdə bir dənə şir var, hamının Hə. Bir şir bir də bir güldən var idi. Qədimə vaxtlarım dostlar. Deyin gedəcəm çəkiliş eləməyə. Yuxarı şeyin üstünə qoymuş. Uğraş köpək oldu. Deməli dostlar, ikimiz də saçımızın rəngini eyni etmək qərarına gəldik. Artıq olduq cüt bacılar. Dırnaqlarımız aynı. Allah dəyişmə məclis sırası. Quran haqqı sən bilsən nə var adam. Gedib ağ eləyəcəm aşkım. Mən də apar. Dostlar, Melisin adcınədən paltar seçmişəm. Demə ha. Mən bir dənə söz deyim. Demə. Mən paltarın pulu da bilirsiniz də Demə. bundadır. Demə. Onu bilir izləyicilər. Qızlar verməyib elə də. Yox. Evi götürəcəm mən. Öyle Götürəcəm. mən deyil. Mən də deyirəm bu neçə vaxt niyə gözünə paltar Onu seçmir. 20 dənə geyinəcəm deyəcəm Biz bezirəm. axşam qalasam sabah gedək baxaq paltarlara. Yox, hələ tezli qoy biraz da arxalayım, birdən pisini seçərəm. Hələ var vaxtda. 17 saat gələrim gedərik. 17 mən başım qarışıb. Mama bilir bax, mama bilir bax. Mən bir salona sən aparmırasa. mən başım oynasın, saçını düzəltdir. Bax, bütün rəng eləyib. De Allah. Allah haqqı. Paylaşmışam Bunlar görmürəm, oynayır. baxmırız. Məni görəndə şey eləmirlər, oynamırlar. Mamam deyə saçımı düzəlt, mənim makiyajı sən aparmasan, mavi donumu geyinəcəm. Belə deyir, ay. Amma həqiqi Məryəmin anası çox gözəldir. Hər şeydə mənim üstümə atıb. Sadoşa Əcəb bugün eləyir. tez gəzəlim, deyirdim mama yana apar özlər şeyləsinə. Anı fikir gəldi. İşləyin adam. Allah hamd İkisi də olsun. dirəşəcək ki, Allah hamd olsun bizə salına. Onun salına aşağı. Deməli, mamı aparmışam salona, saçını kəsdirmişəm hər şey yerində. Gedib evə, o xatam bürdürdüm. Məsələn, gedib evə mənə başlayıb səs atmağa. Mən bir dəfə yudum, mənim saçımın rəngi niyə dəyişmədi? Özü də salonda deyib ki, xanım, həqiqətən Nazlı xanımın əl işi çox gözəldir. Deyib ki, 3-4 dəfədən sonra mənim saçım rəng olacaq. Deyib bu söz belli. Sizdə də belə dostlar. Belli gedib evə. Mənim saçım niyə dəyişmədi? Deyirəm, qoy bir mama belə pis olmasın, qoy biraz keçsin. Bir 3-4 dəfə yüz sonra da. Mama da deyir ki, yuram imini salondakı kimi olmur. Olmur, hə, olmur. Deyirəm də gözü göz açdırdı, neyniyim mən? Bunlara. Bunlar bizi gördüksə görməyəndə Allah haqqı şu an. qəşəng oynayırlar. Görən kimi Miran şey. Coşurlar. Miran. Hoca keç. Böyle də güvəndi. Melis. Size antibiyotik Ay çək. Melis. Ayaq ağzına Miran özü Kızlar, corabsızdır. Götür bunu da corabını çıxardır. Şəfa versin həqiqətən 2-3 gündür sadətdən İkisi də eyni vaxtda xəstələndi. Necə bir şeydirsə, ikisi eyni vaxtda xəstələndi. Miran deyir onun altında var. Onu götür kitabı. Kitabı götür onun hər altına. gecə Miran. ikisinin də qızdırması qalxır. Aşkım, həyatım. Bax ömrüm, onu götür onun altından, ayağının altından. Deyir özüm keçirim. Yıxılar. Götür də o sala oldu. Hə qızlar, ikisi də gecə qızdırması qalxır hər gecə. Yatmağa qoymur. Başımızı oynatırdılar Allah'a qasına. Allah. Ay ya Allah. Ay ya Ya, Allah. ne Ne güzeldi. güzeldi. Altına Melis, it ne inir it? Ham, İt nə səs çıxardır? Ham. Miran'ın örgət. Miran, it necə səs çıxardı? Hamı çağır qapdadır. Pişik nə inir bəs pişik? Miau. Miau. Ay, Baba. Miau. Ay, uy. Necə yürür? neyinir? Necə səs çıxardı? Hum. Ay kız niyə dolaşsın? Qaqa səni çox istəyir. Gəlib sənin yanına niyə elə itələyirsən? Bir də burada mənim sifətim var. Əlim qöpüm. Ay Melis. Dalaşmayayım. O səni də çox istəyir axı qaqa. Adam qardaşının dolaşar. Gör ağzını da nəsə eləyib. Ağzını da. Bunun ağzını nə öyle vay dostlar. Nə edirsən bacı? Saçı yumsan sən. Hə, yumuşam bu gün. Biraz oldu. Kız dedim mən də yuyur belə olur. Ay Miran.
Ne oldu aşkım? 2025'in Niye apa yemedin sen? Yemek yedim. Süt olmaz. yemedim. Gaga içelim. Bayaq getdik. Ki mən makaron verdim. Makaron dedilər tacirlər. Tacir onun üçün yemir də. Bunlar ne yaxşı bacı qardaşdır. Kübrən də soslayırlar. Ay can. Nəhnizliyim, nəhnizliyim. Mahnı oxuyun görüm. Mahnı oxuyun görüm. Yan oxuyam, mahnı oxuyam. Ağzını bana yine de güldürür. Meryem. Onu da güldürür. Saçını yolmur o. Az yox elə çox ürəklə yolmur Allah haqqı. Bax öz verir ki elə. Allah ürəklə yolmur. Miran, bacını çim olmaz. Olmasa qurbanım bu nə axtarır? Oranı açır. Onu qoyur, tulluyur, dağıdır. Bunlara baxın. İndi örtəcək, təzəmdə açacaq. Aferin. Hə. Hə. Nə oldu indi? Niye dağılırsan Melis? Melis. İsmail bezini kalmalar burada. Ay kız. Ala. Alo. Sərf eləyəmdənə baxır. Hə, nədir? Küçük nə dağılır bunlar. Kızım gel sen kulağını değiştirmeyi. Melis. Mahnı da oynayalım. Deməli bu gün Nazlı xanımın ad günüdür. Gedirəm onu təbrik eləyəm. Bir də Melisin qulağını değişdirəcəm ad gün öncəsi. Əslində gecikmişəm, tez değişdirməliydim. İndi ad gündən çox az qalıb. Gedirəm Nazlı xanımın yanına. Öz qulağımı da değişdirəcəm bu arada. Görüm necə olur. Melislə ana bala ikimiz də qulağımızı değişdiririk. Melis xanım da yatıb, elə bil məni gözləyirdi ki, aparım onun qulağını değişdirim. Yedi maşına da yatdı. Nazlı xanımım, mənim ürəyim, necə sən ad günü mübarək. Əslində kürəkdir deyə. Nazlı xanımın gülləri. Ağız, hara gəlmişsən? Qulağını değişdirməyə gəlmişsən? Görmə, ürəyim nətər gələcək. Quran haqqı. Bu arada Melisin hər dəfə qulağını soruşsunuz. Burada kəsik deyil dostlar, bax. Yəni normal qulağı var. Burası bu ət bunun üstünə düşüb. Buna. Hələ baxır, hələ bilmir ki, bunun nələrdir. Hə, Melis? Kızlar, bakın qulağımı değiştirdim. Bu tərəfdən ikisini değişdik, indi birini də değişəcək. Onu saxladım ki, sizə göstərdim, görün necədir. Qəs sürətli incəsinir. Elə bilirdim ağrıdır, amma qəs sürətlə ağrıtmır. Melis də qulağını değişdirəcək. İnanırsın, çox Melis'e görə elədim, görün ağrıyı yoxdur. Amma ağrıtmır. Melis yalandan ağrılasa biləcəm, yalandandır. Baxın kızlar, indi qulağımı da bunu saxladım ki, baxasınız ki, incitmir. Rahatlıqla gəlib qulağımızı değişdirə bilər. Həqiqətən incitmir. Deyirəm, uşaqlıqda ne olmuşam? Deməli arkadaşlar, indi xalq qoyur. Alqış. Başını qata. Gecürüm. Qoy. Aferin. Bu sistemizdir ya. Gel. Bakın dostlar, gerçi sürətlə incitmir dediğim için özüm kulağımı birinci Melis'ten önce yoxladım ki, görüm həqiqətən incitir yoxdur, incitmir. Ya ağlası inanmıyordum. Hələ buna şey düzü vurdu var. Hə aşkım? Belə dursan ağa. Ha Melis? Az gündə taxa bilərəm, hə? Söz önce ayda. 18 qaldı. Bugün ayın 15'i. Tabii özür dilerim. Yatırım anası değiliz. 2 gün kalmadan ancak o şeye birazdan.
Yox aşkım, mən mamadan istəyəcəm. Gör onda var. Ay Melis, xeyirli olsun. Burada qızların hamısını çox sevdi. Bura birinci dəfə gəlsə də, amma qızları çox sevdi. Buranın qızları həqiqətən şirindir. Gözəl, cücək qızlardır. Uş, tüpürdün az. Ha Melis, çox istədim buradakı qızları. Gözən siz nə çox istəyir. Xoş gəlmişsiniz xanım, xoş gəlmişsiniz. Necəsiniz? Həmişə siz gələsiniz. Gecə ilə Tacir, onu demək, gecə ilə Tacir baldızıma nə Heç hazırladı? bir qüvvə, yəni o bu saatda mənim yerimdən durub bunu elətdirə bilməz, amma Tacir elətdirir. Halal olsun Tacir, halal olsun. Mənim ərim, halal olsun. Halal olsun. Mənim həyat yoldaşım. Ərə getməyənlər tansın. Tansın ərə getməyənlər. Tansın. Utan. Yo, nə varmısan ki? Şiyə qaldıq. Niyə gəlmirsən? İndi burada deməyək də niyə gəlmişəm, De, özümüzə de, de. qalsın. De. Ya özümüzə Denə. qalsın. Niyə deməyək? 18-nə görə gəlib dostlar. Bəli, bəli. Qonaqların hamısını qarşılayacaq xanım. Bəli, indidən sifətimi yadınızda saxlayın, mənə yaxınlaşarsınız. Onsuz sən qapının ağzında olsun. Ara yaxınlaşsınlar. Dəftər, uruşqa oxumağa gəlirəm ora. Bir adınızı, familyanızı. Mən nə qarıram? Bütün gün oturub necər? Dəftər, filosof Sadəti haçan yığıram. Gözdə balam yazıram. Dedim, axırda sən alim olarsan, burası administratorluqla. Bütün günü yazır, pozur, yazır. Qədrimi 5-ci bilin. dəftər də alır uşaqlar. 5-ci dəftər də buradaydı. Qədirimi bilin, qədirimi. Vaxtında yox. Saadət bunları məktəbdə oxusaydı var ha. Alim olmuşdu. Hansısa bir kresloda belə yerlənirdi də qəşəng. Şirkət rəhbərləri. Bax bizdə tərsinə də bizdə elə bir gəlin oturub baldız işləyir. İşdə baldız, işdə. Öldüyün yerdə. Allah bu niyə coşub, bu niyə coşubdu? Qulağını deşdiyəndə mən bu sabahda qız işir qaç taxılacaq birinci bilmədilər. Bax dostlar bu niyə belləyir? Papağı da gələn kimi var. Dağıtdı, gəl oturaq. Otur. Gəl. Hoppa, afərin. Afərin, alqışlar elə. Alqışlar. Melisa xanıma halal olsun. Mən fəxr edirəm ki, Melisa xanım belə deyingən oldu. Sep. Sırqa taxıb deyə əməlli qızı oxşuyur. Əvvəl kişiyə oxşuyurdu, indi qızı oxşuyur. Ay Saadət. Saadət. Çağır Saadəti. Ay Saadət. Melis. İt nə qarır? Hım. Melis, it nə qarır? Hım. Melis, it neynir? Ədyan gör, bax, onun cavabıdır. İt nə qarır? De. Pişik nə qarır? Buna baxın da, buranın dağdana baxın. Bu arada qızlar baxın, Melisin qulağına bu mazdan vururuq ki tez sağalsın. İnşallah səhərə bir şey qalmaz. Tayları yatırıb bu saata bax. Bu da buraları dağıdır. Dağıtmaqla məşğuldur. İndi bundan vuracağıq. Ay. Gecən bu vaxtı qoyub bura dağıdır. Aləmi qat bir-birinə. Hamısını töküb burada dağıdır. Təzə adət edib. Buranı dağıdır, oranı dağıdır. Bir sözlə başlayıb dağıtmağa. Deməli, içərisini hazırlamaq baldızımdan, pişirmək məndən. Görək, Nigar, belə gəlinlərdə var. Görün, nə gözəl bacınız. Gecə saat neçədir? Hazır kırmadı. 4-dür. Xətrinə dəymədim, bişirdim. Hər şeyi hazırlayan gəlin baldız biz. Müftə yeyib, evdə bir dənə iş görməyən Fatimə. Arada iş gör. Sən olsan iş görməsə səni biabır yazım dostlar. Bunu almayın. Almayın bunu. Sen yatıyorsun ha? Yok canım. Evet yatıyorsun. Yatışımda bir tuhaflık mı var? Hem de babamın yatağında ha? Bir mahsuru var mı? Babamın yatağı. Ben de ananın Fatimə xanım sabahınız xeyir.
Nə deyirdin bəs mənə dünən? Rüzgarımdan düşməyin. Yerimizi dəyişdi Allah haqqı. Bizə görə ölərik də. Saat 6-da yatmışam, saat 10-dan durub stolları yazırıq ki, neyiniyək, nətəyik. Yəni çox az qalır vaxtda dostlar. Sabah çünki Sabah da paltar götürməkdir. sabah həm paltar götürəcək, həm dekor falan gedib qurulacaq. Hər birini o birisi bloqumda sizlərlə bölüşəcəm. Yaz bacı işdə. Deməli, əziyyət. Camasan. Hə, çəksən. Neçənci masadayım? 12-dəyim, 11, 9, 11-ə. Dostlar, mən bunu ben yazdırım, pöldürüm, gəlirəm. Deməli, saat 10-dan, saat neçədir indi? 3-ün yarısı. Saat 3-ün yarısıdır. Saat 10-dan 3-ün yarısıdır. Yazıq çökürük. Oturub orada dəftər yazırıq. Deyib məndən yaxşı bilirsən, kim harda oturur. Həqiqi mənə yaxşı bilirlər kim harda oturub, kim necə oturub, Quran and olsun. Deyirəm də, mən bundan soruşuram ki, ay Fatoş, kim hansı tərəfdədir? Şabanınız xeyir, ay xanım, qız necəsiz? Kim elədi gəldi? Birisi çimizdirdi, mənim də başım qarşı dəftərə. İndi buraya qulağına maz vuracaq. göstərir ki, qulağımı dəyişdirmişəm. Qulağına da maz vuracaq indi. Qəşək oynayacaq, deyib çürüb appa yeyəcək. Alqışlar. Bu qız niyə belə eləyir? Aç qulağına, qoy dönə bibim vursun da aşkım. Məcburan da niyə belirsən? Durmuşam. Şimdi qəşək qulağına macı vurdu, indi oynayır arkadaşlar. Aləmi qatıb bir-birinə. Həyatım. Mən çağır. Ay Saadət. O dəqiqə söhbət edir. Ay Saadət. İli qəşək deyir onun şirin. Denən aşkım. Denə dostlar baxsın. Sevirlər səni. Səni çox istəyirlər. Deyirlər Meris desin, biz də qulaq asaq. Denən. Ay Tacir. Ay Saadət. Bunun bir dənə videosu var. Bundan sonra yükləyəcəm bir dənə baxın. Görün həkimdə necə sakit durub, balzını çəkib. Deyir, ay Tacir. Ay Tacir. Ay Saadət. Tacir. Danışır. Nə dilinizə danışır bilmirəm. Bibisinə bax deyinir. Tacir. Tacir bir nəsə deyir. Tacir. Saadət. Ay Saadət. Yoy, nə olursun? Məhləmə istəyir, amma məhləyə bilmir. Amma ayaqüstə tək qalır. Hələ yerimir də. Kızlar, gəldik videomuzun sonuna. Burada videomuzu yekunlaşdırıram. Çünki bugünə o qədər işim var. Bilirsiniz, ayın 18-i Meris'in ad günüdür. Daha doğrusu La'nın 5 idi Meris'in ad günü. Sadəcə məhərrəmlik olduğu üçün biz ayın 18-nə salmışıq. Yəni məhərrəmlikdə təbii ki ad günü etmək olmaz. Ona görə 18-nə salmışıq. Yəni 18 olacaq Meris'in ad günü və inan o qədər işim var. Yəni hər şey üst-üstə gəlir. Ona görə dostlar, bugün videomu burada sonlandırıram. Növbəti videoda baxarsınız dekor falan necə hazırlanır, hansı geyim olacaq, nələr seçəcəm, geyimi necə seçirəm, hər birini an sizlərlə bölüşəcəm. Məclisdə də telefonu verəcəm Məryəmə, hər bir dəqiqəni çəksin. Çünki Məryəm belə bir çıxmazım, mənim bilirsiniz, yaxın dostumdur. Yəni telefonumu ona ürəklə əmanət edəcəm və inanıram ki, qəşəng şeylər çəkəcək. Səysi məni çəkib ora doldurmayacaq. Hə Məryəm, yəni məndən biraz şey qalıb da, onu mən hər tərəfli çəkmişəm axı. Tam da güvənə bilmirəm o cəhətdən. Amma inşallah ki, başqa bir şey olmaz. Sizi çox sevirəm, dəyərli izləyicilərim. Yaxşı ki varsınız. Elə eləyəcəm ki, özünüz ilə ad günündə hiss edəcəksiniz. Hər birinizə təşəkkür edirəm videomu sonucan izlədiyiniz üçün. Sizi sevirəm bir daha. Öpürəm sizləri. Hələlik.